Vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatlar vahid elektron sistemdə toplanacaq. Müalicə, peyvənd, laborator müayinə nəticələri, resept və eləcə də digər sağlamlıq məlumatları vahid strukturda olacaq. Vətəndaş sağlamlığına rəqəmsal qayğı, tibbi rəqəmsal əkiz sistemi təqdim olunub. Səhiyyə naziri Teymur Musayev bildirib ki, tibbi rəqəmsal əkiz sistemi təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır. Vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır. Məlumatların vahid informasiya məkanında toplanması, süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarə etməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcəkdir. Tibbi rəqəmsal əkiz sistemi 2007-ci ildə yaranmış elektron sağlamlıq kartı sistemi əsasında formalaşdırılıb. Burada vətəndaşlar laborator müayinələri, deməli teleradioloji müayinələrin skrinləri, görüntüləridir. Onların hər hansı verdikləri analizlərdir. Elektron reseptlər də həmin pasientlərin adına yazılmış. Dərman vasitələri hansılar ki, onlar qəbul edirlər. Qəbul qaydaları, dozaları barədə daxil etməklə fərdi qaydada məlumat əldə edə bilirlər və sistemin bir üstünlüyü də var ki, burada həkim qəbulunu elektron qaydada qeydiyyat etmə randevu sistemi də inteqrasiya edilib. Bu sistem vasitəsilə həkimin qəbulunu həm elektron qaydada yazılmaq olar, həm də ki, həkimə video görüntülü müayinə üçün müraciət etmək mümkündür. Növbəti tədris ilindən başlayaraq tibbdə rəqəmsal texnologiyalar və süni intellekt mövzusunda kursların təşkili də nəzərdə tutulur. Şəhla Poladova, Yusif Kərimli, Samir Qasımov, Xəzər xəbər.